Bilirsizmi niyə tanışlarınız paylaşımlarınıza bəyənmə qoymur? Bu, onların görməməsi və ya vecinə olmaması ilə bağlı deyil. Xeyr, onlar görür, oxuyur, bəlkə də sizi izləyirlər. Amma bəyənmə bu etirafdır. Başqasının uğurunu etiraf etmək isə heç də asan deyil. Sənin inkişafın onlar üçün ayna kimidir. Biz eyni yerdən başlamışdıq. Bəs niyə o irəlidədir? Hər paylaşımın onlara etmədiklərini, yarımca qalanları və itirilmiş imkanları xatırladır. Amma bəyənmə sadəcə bir barmaq yuxarı işarəsi deyil. Bu deməkdir, səni və zəhmətini görürəm. Etdiklərin həqiqətən də dəyərlidir. Yalnız özündən razı və daxili balansı olan insanlar başqalarının uğruna sevinə bilirlər. Onların qəlbində paxıllığa yeri yoxdur. Onlar başqasının qələbəsini etiraf etməkdən qorxmurlar. Çünki öz həyatlarından məmnundular və gördükləri işlə məşğuldurlar. Belə insan olmaqdan qorxma. Gör, dəyərləndir, dəstək ol və dünya sənə eyni şəkildə cavab verəcək.